Çoxsaylı istekləri nəzərə alaraq güllə tapanca məsələsindən mənim metodumu izahımı dinləyirsiniz. Güllə tapancadan 280 metr bölünsün saniyə sürətlə çıxır. Lülənin ortasında güllənin sürətini hesablayın. Güllə əgər tapancadan birbaşa çıxırsa, deməli onun başlanğıc sürəti 0-a bərabərdir. Yerdəyişmənin düsturundan S bərabərdir. V kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2A şəklində yazarıq. Əgər başlanğıc sürətimiz 0-a bərabərdirsə, yerdə sadəcə qalır V kvadratı bölünsün 2A-ya. Buradan sürəti çıxardıq. V də bərabərdir kökün altında 2A S-ə. Niyə kökün altına düşdü? Çünki kvadrat olduğuna görə. Bu bizim tapdığımız lülənin tam özüdür. Bizə isə məsələdə vurğuluyur ki, lülənin ortasında, yəni V bərabərdir kökün altında 2A vurulsun S bölünsün 2-sini soruşur bizdən. Mən də burada mötərizənin içərisində kök altını ayrı gördüyümə görə, mən artıq həmin bu düsturda kök altını ayrı bir ifadə kimi yazacağım. Yəni belə, ayrı-ayrı kökün altına salıram. V bərabərdir, kök altında 2AS sürətdə yazıram, məxrəcdə də ki, kök altında 2 formasında. Bizə məsələdə zaten sürəti vermişdi və biz buradan tapmışdıq ki, 2AS-imiz bizə verir sürəti, yəni 280 elə özünü. Yazaram 2AS-in yerinə sürətə 280, kök altı 2-nin qiymətini də bizə verib 1,4. 280 də 1,4-ə böləndə bu deyir 200 metr bölünsün saniyə. Yəni variant Y.